Azərbaycan prezidentinin ailəsi barədə yalan məlumatlar yayaraq şantaj edən şəxsin adı açıqlanıb. Gözaltı Qafqazinfoya istinadən xəbər verir ki, bu barədə məlumat Real TV-də Mir Şahinin təqdimatında yayımlanan Milli Namus məsələsi sənədli filmində əksini tapıb. Sənədli materialda bildirilib ki, bu Salmanov Fərid İlqaroğludur. O, 2003-cü ildən Bakıda yaşayıb, jurnalist kimi Ayna, Zerkalo və Bizim Əsr qəzetlərində çalışır. Eyni zamanda xaricdə gizlənib, bloger adı altında fəaliyyət göstərənlərin Alena Əliyeva kimi qələmə verməyə cəhd etdikləri qadının əsl şəxsiyyəti barədə detallı istinadlar təqdim edilib. İstintaqa gəlincə qeyd edilib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalarla Azərbaycan vətəndaşı 1976-cı il təvəllüdlü Salmanov Fərid İlqaroğlunun digər şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında digər şəxslər barədə qəsdən yalan, rüsvayedici məlumatlar yayma hədəsi ilə xüsusən külli miqdarda pul vəsaiti tələb etməsinə əsaslı şübhələr yaranıb. Belə ki, Fərid Salmanov Azərbaycan vətəndaşları Əliyev Elman Yaquboğlu, Səlimov Məmmədzəki Məmmədoğlu və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusən külli miqdarda pul vəsaitinin Azərbaycan prezidentinin ailə üzvləri barədə yalan məlumatlar yayma hədəsi ilə tələb etmək məqsədi ilə əvvəlcədən əldə olunmuş razılığa əsasən Facebook sosial şəbəkəsində Fərid Salmanov adı altında qeydiyyatdan keçdiyi istifadəçi hesabı vasitəsilə 11 fevral 2026-cı ildə həmin sosial şəbəkədə Hüseynov Mehman Rafiqoğluna məxsus Sancaq Media səhifəsinin mesaj bölməsinə səsli mesajlar göndərməklə bu səhifədə, habelə Mehman Hüseynov tərəfindən YouTube sosial şəbəkəsində Məmmədov Qabil Əmrahoğlu tərəfindən idarə olunan Haqsızlığa Susma adlı səhifədə 3 fevral 2026-cı ildə hissəvi nümayiş etdirilmiş güya Alena Əliyevaya aid görüntünü özündə əks etdirən saxta video materialların istifadə edilməsi ilə bağlı əlaqə saxlayıb. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalan.